Salam əziz bağbanlar, hər birini salamlayırıq. Sort tanıtım videolardır. Burada Lawrence sortunun tanıtımını eləyirik. Lawrence növüdür, Sweet ailəsinə aiddir bu çeşid. Ayın tarixi 4 iyundur. Video 4 iyunun tarixində çəkilir. Orada hal-hazırda gördüyünüz kimi bağbanla söhbət olunur. Çeşid barədə suallar verilir və xoşuna gəldiyini bildirir bağban. Yəni tərifləyir, deyir hər il meyvə tutumu normaldır. Bu kimi çeşidlər yəni xoşuma gəlir. Orada biraz gördüyünüz kimi Lawrence də tez erkənci yetişdiyinə görə yağışlara düşüb biraz çartlama olub. Amma yəni ümumi çartlama yox idi. Bax burada gördüyünüz kimi. Və ayın 1-dən başlanılmışdı yığıma. Orada da qeyd eləyir. Kalibri birazdan bilmirəm orada ölçücük. Kalibri bax burada ölçürük. Kalibri 30 plusdur. Və həmin gündə yığım gedirdi ərazidə işçilər orada həmin günü 4 iyun günü orada yığım eləyirdilər. Gördüyünüz kimi 30 plus idi. Lawrence çeşidini tərifləyirdi. Yəni sual verdim, hər il gətirir. Burada sual verilir ki, tozlayıcı nədir? Deyir, tozlayıcı yan cərgəsində freskodur. Bu arada keçib freskoya yoxlayacaq, freskoya baxacaq. Fresko demək olar ki, o cərgə yığılmışdı. Fresko ayın 1-dən başlanılıb yığılmağa. Bu il bayaq qeyd elədiyim kimi çeşidlər tez yetişirdi. Bax burada freskonu göstəririk. Fresko barədə suallar veririk. Fresko deyir biraz bu il yağışlara düşdü, yəni çartlama olur filan. Burada göstərim deyir, indi bunlar sonraki çeşiddir, yəni sonra qalanlar da çartlamayıb. Sonra ayın 1-dən fresko başlanılıb yığmağa və Lawrence'in yanında da tozlayıcı kimi freskodan istifadə olunub və hər ildə Lawrence gətirir. Yəni elə bir il yoxdur ki, deyir gətirməsin. Lawrence-lə də gətirməklə bağlı bir problem yaşamırıq deyir. Sweet ailəsində xoşuna gəldi. Burada sual verirəm ki, yəni gülümsəyib. Bəs bütün bağı belə gətirmişdi, deyir, hamı elə yox, o budaqdakı kimi gətirmə, amma normal gətirmişdi, deyir. Fresko barədə sual verilir ki, yəni necədir, deyir, super çeşiddir, son sözü belə olur.